Salam, sabahınız xeyir olsun. Artıq biz layihəmizin sonuna doğru gəlirik. Məlumunuzdur ki, bizim layihəmiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi tərəfindən maliyyələşdirilir. Mən öz növbəmdə təşəkkür edirəm qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinə bundan ötəri ki, belə gözəl layihələri maliyyələşdirərək sizlərin maariflənməsinə dəstək olur. Və ümid edirəm ki, gələcəkdə də bizim layihələrimizin davamlı olması, sizin maariflənməyiniz üçün agentlik bizə dəstək olacaqdır. Əsasən siz analara dəstək olacaqdır və sizin maariflənməyiniz həqiqətən də məni qürurlandırır ki, nədəsə bir yararlı olmuşuq insanlarımız, analarımız maariflənib ev şəraitində uşaqları ilə məşğul ola bilirlər. Nəysə bilmirsinizsə, yenə də məndən, Aynur xanımdan soruşa bilərsiniz. Hər zaman sizin yanınızdayıq, hər zaman sizə dəstək olmağa biz hazırıq. Bugünkü bizim təlimimiz ortopedik rejim olacaqdır. Bilirsiniz ki, təlimçimiz Aynur xanım Əhmədovadır, xanımız fizioterapi, refleksoterapi. İndi hal-hazırda mən istəmirəm ki, vaxtımız uzansın, o sizə bugünkü mövzu ətrafında öz bilgilərini çatdıracaq. Qalır bizim bir təlimimiz, o da ayın 15-də sonuncu bilgi yekunlaşdırma, qiymətləndirmə, sizin sertifikatlarınız veriləcək eyni zamanda və biliklərin bölüşdürülməsi, sual-cavab, sonra bəlkə kiminsə haradasa anlaşmadığı mövzu qalıbdır, oradan da yəni deyə bilərsiniz, Aynur xanım o günü də həmən o başa düşmədiyiniz mövzunu başa sala bilərsinizə. Mənim deyəcəklərim bu qədər, hər birinizə uğurlar arzu edirəm və təlimimizi davam edə bilərik. Sözü verək bizim təlimçimizə. İndi keçə bilərsiniz. Danışmışsınız biraz. Все. Sabahınız xeyir, xoş gördük sizi. Deməli, birinci belə bir sual vermək istəyirəm. Bax, bugün neçənci təlimimizdir? 15-ci təlimdə bu. 15 təlimdə nə öyrəndiniz, nə anladınız, nə öyrəndiniz? Yəni, nə bir bildikdə sizə, ki, istəmirəm, bir sonuncu dərsə saxlığında onu. Yəni, bir sonuncu dərs biraz daha qarışıq olur, biraz daha belə məzun, həyəcanlı falan. Deməli, bax, nə öyrəndiniz də, yəni 15 təlimdə nə öyrəndiniz, niyə gəldiniz bura, nə bilim, nə kimi yararlı olduq siz ümumiyyətlə? Əsas tepki, Hər şey, hər biriniz haqqında fikrini istəyirəm, fikir istəyirəm. Nə qədər heç onun haqqında mənim şəxsən mənim məlumatımdır. Ümumiyyətlə bir şey haqqında heç qarşıma çıxmamışdır heç bir yerdə. 20 yaşına çatıbram, bu qədər aparmışam hər yerə, heç onunla qarşılaşmamışdım. Amma onun belə əməli başda doğrudan da bir faydalı bir məlumat vermiş, onu öyrəndik. Dəstək kimi. Sonra bax, nə biliklər əldə elədiniz? Esteqanın düzəndirsinə, bunu bilmirəm, uşaqlara nə qədər hərəkət eləmək lazımdır. Mən də ilk fikrimdə o iki masajdan sonra uşağı ayağa qaldırır və diş saxlamaq. Siz onu dediniz yanlışdır və birinci ilk olaraq oturmaq və sonra ayağa qaldırmaq. İşlədiyim belə də bunu məsələ bürüzə verirəm ki, mən aynı xarmətlə bunları ölkəni və bunları tətbiq eləmək lazımdır. Siz işləyirsiniz? Harada autizm mərkəzində işləyirəm, düyütün mənəməni. Hansında? Leş batanlarda, mücə psixoloji mərkəzində orada işləyirəm. Yəni uşaqlarda qəşəng nəticələr. Bu da sevindirici haldır. Bizdən öyrəniblər, artıq mərkəzdə. O da tətbiq edəcəklər. Mən orada tətbiq edirəm, bir dəfə burada hər hansı dediklərimiz, mən orada bədən qüsuru, yəni gəldir sadəcə bədəni sandırılır, onun üzərində aparır. Reabilitasiya təlimi üçün şahidlərində İnşallah söyləməyə, orada uşaqları, bədəni uşaqla bilməyən uşaqları ayaq üstə qaldırmağa çalışır. Mən fikrimə EBT mütəxəssisidir, o neydi? necə? Müalicə ünvan mütəxəssisidir. Elə deyil, söyləmə, ayağa qaldırmağa. Mən o istiqamət deyirəm, yalnız uşaqlardan çıxmaq əyilməsinə
səbəb ola bilər, onun müəyyənliyidir. Bunları çəkirəm və onlar artıq mənə vadiyə yaxınlaşırlar. Yəni, haradan da gəlirsə, sizin təbii ki, adınızı verirəm. Bunlar mənim üçün nə qədər böyük bir tərcih idi. Döndüyüm arada gəlib. Bu bilimə sahib oldum. Onları üzərimə davam edirəm. Başqa kimə nə məsələn? Məsələn, məndə Fişqa, məsələn, olur da ki, bir dənə təlimə gedirsən, bir dənə cümlə, deyirsən, uyda. Bu mənim bütün düşüncəmi dəyişir, xəstəyə baxışımı dəyişir. Ondan sonra gəlib sənə həkim kimi verəndə, gəlirsən özü tamam, bir dənə cümlə olur, bir dənə doklaçkın məruzəçinin də, həkim olur, professor olur və s. ondan. Bir dənə cümləsindən sən tamam yönünü dəyişə bilirsən. Yəni, bu iki ayrılıq məsələn təlimdən, o sizin dediyiniz bir dənə wow cümləsi, əldə gəzərkən o səhvi tutmaq, o ayağı düz qatdalayıb, düz qoymağı, yəni düz gəzməkdir. Gündə nə qədər biz evdə məşq edirik, düzgün dərəcədə qatdalar, sonra ayağı qoy. Fikrindən müəllimdən əsəbləşmişdir. Müəllimdən də heç xoşu gəlmədi, müəllim yaxşı deyil, səni səhv yönəldir. Mən deyil, yorulmuşam, amma həqiqətən nəticə var. Yəni, əvvəl uşaq parmağını sürüyərək gəzən, mən sevinirdim ki, şükür gəzir. Çünki o günə görə bu gəzir. İndi görürəm ki, düz yol gedəndə çətinlik var, amma indi görürəm ki, düzgün yeriş deyil. Yürüyüşün korreksiyası, mənim üçün olmalı. Düzgün yeriş olmayanda digər ortopedik qüsurlara gətirib çıxardırdı. Çıqan da çox çətinlikdən tudurdu. Yəni, bu çıqa onun üçün bir zülmüdür də. Onun diktatorikasını zəif diaqnozunu qoyuram, özümdə inandırıram buna ki, bu sənin üçün xeyirlidir, bu sürətçidir. Ondan sonra bu rənglənmənin təbəssümüdür. Bilmirəm, o həqiqətən teyfin təsiridir, yoxsa psixoloji olarak... Renkli evli teyfləri ki, onların xoşlarına gəlsin. İki cürdən qalmışam, biri belə... Renkli evli. Mən ölçəyini biri qara rənglidir, xoşuna gəlmir, amma deyirəm, bu sənin köməkçindir. Bax, elə bir mama tutmayıb, o tutub sənin əvvəl. İndi sərbəstlə rənglidir, karandaşları biz edirik. Əvvəldə şirəklərine çünki karandaşdır, çıxadı, həşəm tuta bildirdi. Ortadan tutur, Doğrudan da teyf ən kiçik insanlara mən bilirəm, eləmişim, yəni görmüşəm dəfələr. Çox xoş təsir edilmiş, kiçik motorikayı teyf. Bunlar danışdı, çadan qırılırlarmış. Sonra mən səhvə keçirəm, amma isaq yetişdirmir. Bu ayağına teyfi vururam, onu vurundan bunu boşalım. O zaman biz də 50 üzərə düşürük. 50 vururam, 50'ye göstərəm, sahibli baxımda daşıyamda öldürəm, meylə verəm, sonra çarəsi gücü görəm, yerdə teyf var. Baxıram, misələ, ya kreydə... O şey getirməyəcək. Sizdən vadi sözü qürət, mən də keyflər haqqında işləməkdə məlumat aldım. 2 dərslikdə müxtəlif kursuna getmişdim, orada anamın ayağına təhqib elədim. Anam olsana aktiv yazdım, mən əlbədə bilədim. Məncə o yürüyüşün korreksiyası, yəni həqiqətən də vav oldu. Çünki O ayrı bir reabilitasiyadan ayrı bir proqramıdır. Ümumiyyətlə, reabilitasiya bölmələrində o ayrı bir koridordur, belə, yəni sırf burada yürüyüş işlə məşğul olan adam ayrı olmalıdır. Yəni, mənim gördüyüm, işlədiyim tədbirlər elə oldu, ayağını bilmirəm. Yazılanda o teyf yaxşıdırmana baxdım, adi bir şey kimi fikirləşdim ki, bu nədir ki, biz bunu gedib öyrənirik. Amma mənim oğlum autizmdə çox hərəkətlidir. Onu mən ayağına yapışdırım, görürüm ki, keçdi ağrılarım. Yəni, nə qədər vacib lazım olan şey oldu, bu bilmirdim. Əslində, adi bir şey, könülsüz gəlirdi ki, nədir ki, biz buna vaxt sərf edirik, amma gördüm, çox lazım bir şey imiş. Tutarsa belə dərs yenə teyf almışam, evdə şoxlara istifadə. Bu idmançılarda, futbolçu, boksçularda həmçə belə rəngli, belə bildim, bəzək kimi. İndi mən bunu oxuyandan sonra bildim ki, Aktivlərin neçəsindən soruşuram, teyf olmayan şeydir. Sizlərə və gələcək sizin tanışlarınızdır da, siz yönəldirsiniz bu dərslərə. Proqramı diqqətlə oxuyun. Proqramın adı nədir? Təranə xanıma bir neçə sual verir ki, bizim buradan nə alacaq biz? Əmin olun ki, bu sizə lazımdır, özünüzü orada görürsünüz və onda qatılın. Çünki deməli, və burada ən lazım olan, önəmli olan məqamlardan biri, bu uşaqlarınızda da gördüklərim sizin, yəni evlatlarınızda ortopedik rejimin düzgün seçilməməsi. Məsəl üçün,
ortopedik rejimin düzgün seçilməməsi olur da bizim rejim. Ortopedik rejim ümumiyyətlə nədir qızlar? Özünüzdə qeyd edin. Ortopedik rejim nədir? Birinci onu qeyd edin. 15 Ruçkalarınız yoxdur. Özünüzdə qeyd edin. Birini yaxşı xəttə olan yazsın. Bir də şey Ben onu bekledim. Bu yazılı. Deməli, ortopedik rejim nədir? Gəlin belə başlayaq da, birinci nədən başlayaq? Gəlin belə başlayaq. Axşam 6 yazılı da, məsələsi dərslərim var. Ortopedik rejim nədir? Hər şey başlayıb birinci, belə oturmaqdan, anlayan uşaqdırsa, əqil problemi yoxdursa ki, maşallah uşaqlarınızın çoxsunda hətta hələ deyirsiniz ki, əqil qüsuru var, amma yenə də özlərini aparmağı bacaran uşaqlar. Oturuşdan başlayır. Dərsimizə başlayırıq. İkinci dərs üçün nəzərə Və əməliyyatdan sonra. Yəni, ortopedik rejim dediyimiz əməliyyata qədər, əməliyyatdan sonra. Yəni, bir də bax, bayaqları sizdən qabaq uşaq müayinə edirəm, deyir, heç geyindirmirəm, atasını anlayanın da anlayana geyindirəm ayaqqabısı, bir şey olmaz. Ayaqqabı tuturlar, axşam yatağında geyindirmək üçün olanlar geyindirilməlidir. Hansı ki, onlar nəyə görədir, bilirsiniz də, əzələn gərgini həm oradan qaldırır. Məsələn, tam olaraq statik tuturlar var idi, hərəkətsiz tamamilə ayaqlarını uşağı. Niyə edir? O uşağı pəncəsi bu şəkildə ekstenziya vəziyyətində alır, bu fleksiya, bu ekstenziya. Axır vətər gərginlik dartılır. Axır vətər dartılanda orada nə baş verir? O hastanın qəfşək formada qalır. Yəni, qəfşək formada qalır ki, o sonra kontrakturlaşmır. Və bu şəkildə qaldıqca həm də pəncənin arxa baldır əzələsi gərginlik azalmağa başlayır, dartılı qalır da. Düşünün, uşaq neçə saat yatacaq və neçə saat əzələ orada həm də özü-özünü müalicə eləmiş olur bu vəziyyətdə. Bir də kontrakturasının qarşısını alır, oyuna xərəkət məhdudiyyətinin qarşısını alır. Alır, düzəldir, yox, neçə yüz manat elədik, qeyi qalıb orada. Nə qədər valideynlər var o sözüdə, işlətmirik, qalıb orada, olmaz elə şey, işlənməlidir. Misal üçün, əl üçün olan o qlangetlər ki var, onlar da mütləqdir. O supinasiya, pronasiya problemi olan uşaqlarımızda. Onları unutmayın. İndi burada bax, sizin neçə nəfərsiniz də, 15-16-da. Düşünün ki, siz də mütləq ətrafınızda burada olmayan 2-3 dənə də hərənizin bir valideyniniz var. Və biz bunu, bu məsləhətləri nə qədər yaya veririk və nə qədər faydalı olur o zaman. Təkcə sizin uşaqları deyil, ətrafınızda olan o digər uşaqlar da çox önəmli olur. Düşünün ki, nə qədər... Siz deyirsiniz ki, əməliyyatdan sonra ortopedik rejim. Çünki bizim bəziləri burada elə bilirəm ki, keçən həftədansa bir valideynin əməliyyatdan sonra dedi ki, kim icazə vermədi ortopedik əməliyyat edəndən sonra deyib, ehtiyac yoxdur, düzdür, mən yenə də ehtiyatını tuturdum, yəni ehtiyac mən onu mən indi başa düşə bilirəm, indi siz deyirsiniz ki, lazımdır, o deyir lazımdır. Biz valideynlər arasında artıq qarşılıqlıq yarananda beyindəki necə olacaq? Mən əvvəllər çox arzunum, yatanda da tuturum, taxırdım, yəni sırf o əməliyyata qədər. Artıq o həkim mənə belə deyəndən sonra mən artıq biraz arxaymışdım. Ya ayaqqabını geyindirdim, ya geyindirdim. Və nə oldu? Nəticəsində bir şey deformasiyası yoxdur. Hal-hazırda yoxdur, şükür Allah. Əzələsi formalaşır, maşallah, o yurtbaşı falan olar. Bilirsiniz nə məsələdir? Əməliyyat həkimi deyir ki, tutura ehtiyac yoxdur da. Bunun elmi izahını belə verir. Hansı ki, o da individualdır. Tutur deyil mi? Ayaqqabıya, tutur yox, ayaqqabıya. Mən deyim sizə, niyə belə deyil? Çünki bu ortopedik ayaqqabı, biz onu əməliyyat elədik, bitirdik, amma bu əzələləri bərkiməlidir axı. Bir də ki, bu pəncəni mən niyə əməliyyat elədim? Bu düzgün bir mexanikasından işləsin, hərəkətini eləsin. Amma mən bunu götürürəm, məhdudlaşdırıcı ayaqqabı geydirəm, yəni bu ortopedik ayaqqabıları və o uşaq, bu pəncəsi başlı işləmir. Axı, uşaq gəzəndə pəncə, buradan götürdüm, hərəkətdə olur da. Bəli, hərəkətdə olur, əzələ özü-özünü bərkidir də, qızlar. Hərəkətdə bir qan gəlir. O qan deyil də, qandan sənə üzərində burada ayağını götürüyorum. Aha.
Hətta mən həkimə o ortopedikasını geyindirib videosunu atmışdım. O yenə mənə danladı ki, demişdim axı sizə ayaqqabını geyindirdim. Bax, niyə deyilsə, o pəncədir də, bu hərəkət edir. Uşaq ortopedik ayaqqabı bunu fiksa eləyir, məhdudlaşdırır. Uşaq başlayıb belə gəzməyə. Sadəcə bu. Amma ayaqqabı geyinməyəndə isə pəncə gedir qabağa pelikatlarla. Pəncə, taban qalxır, pəncə bu şəkildə özü-özünü əzələsin bərkidir. Ona görə də deyir ki, özü-öz əzələsini bərkitsin. Mən bunu dəstəklədim. Əməliyyat qüsurunu aradan qaldırdım, bağlarla işlədilər. Orada isə sülük bağlarla işləyirlər. Harada hansı əzələ-vətlərini hara birləşdirmək lazımdır və s. Mən o estetikdə olan bu defekt aradan qaldırdım. İndi bu uşağın əzələri bərkiməlidir. Onun üçün də ortopedik, amma digər tutuları falan eləyirdik də, düzdür mü? Axşamlar yatanda onlar yerində qalır. Yəni, sizin uşaq üçün elə olub vəziyyət. Sizin uşaq çünki gəzən uşaq olubdur. Çünki o ağır uşaq deyil, axı sizin uşaq. Maşallah, çox böyük bir uşaqdır. Əslində, nə gəzir? 3 yaşında mən tuğladan gələn həkimlərə iynə, o daban yerə çıxandan sonra ayaqqabının sayı çoxaldı. Dabanın yerə Xətəri sağlıqmışdı, ona görə çəkdilər, o biz gərginlik götürəndən sonra Şəkillər çox böyük. O ikincidə güclü olmalı, yenə qalxdı daban. Onu üçüncüdə açıq əməliyyat eləmişəm, həl-hazırda qalxmışdı. Bir də bax, o şükür. Məsələn, tutaq ki, sizin uşaq xəzərşi gəzən uşaq olur. Məsələn, tutaq ki, nəzibini götürsünlər, əməliyyat eləsinlər. Ona deməyəcək ki, ayaqqabısız gəzdir. Mütləq, yəni. Nəzir eləmişdir, tuturdum. Ayaqqabısız gəzə bilməz. Bəlkə uşağa görə dəyişir. Orada faktorlar var. Məsələn, nəzirinin ağır çəkisi var. Az hərəkət məhdudiyyətli aşırı olması var. Əzələ qrupları az sonra tekmişlərdir. Aləmdə 6 ay, 4 ay. Əvvəlcə qədər geyindirdim. Orkestra getdim, sifariş elədim. Sonra topuğa qədər. Krasovkasının içine salırdım, topuğa qədər. İndi topuğa qədər. İndi vəbşi heç. Sonra supinator elədim içinə. Supinator yox. UCB-lar var. Belə əyri olanlarda. Onlar lazımdır. Amma desək ki, topuğunu dəstəkləsə kifayət. Nəzirə yıxılmayıb ki. Uşaqlıqda. Ümumiyyətlə də belə. Böyüyəndə yıxılmayıb, körpə olanda yıxılıb, elə o körpədən də ki, elə qalıb. Onda bizə siqnal qalıb, o qorxudur özünü. Əvvəl otururdu, tam tekstusda ortada otururdu, belə də qorxusu yox idi. Birdən belə yıxılma qorxusu var. İstəmir tənbəllik daha çoxdur. O qədər komfortludur ki, belə hər şey aydın, hər şey. Bax, komfortla da, bax, ortopedik rejimdə nə üçündür? Ələ belə rahatdır almaq. Ona görə o vəziyyət necə var, ildə tutacaq. Ayağa belə rahatdır, əyili tutub gəzmək uşağı. O zaman elə qalacaq. Necə uşağın özünə rahatdır, həmən əzələyə də, yəni görür ki, beyindəki buna belə rahatdır. Mən onu müdaxilə etmirəm. Amma elə ki, başlayırıq müdaxilə etməyə, teyp vurduq, artıq istədiyi kimi əlini işlətmir, axı teyp vurmuşuq, uca teyp buna komandı hissedirinə uca rahatsızlıq olur, istəyir onu çıxartsın, rahatsızlıq hiss edir. Amma 1, 2, 20 gün adaptasiya var da bilirsiniz. Yəni 20 gün bir şeyin adaptasiyası var. Düzdür, sizin uşaqlar ümumiyyətlə mərkəzi sinir sistemi ilə əzələlər arasındakı sizin rabitə zəifdir. Hətta bəzi əzələ qruplarında heç yoxdur. Amma sizdə yəni bu fiziki məhdudiyyətli olan uşaqlarda bütün əzələ qrupları bəzən işlənir. Amma qonşu əzələlər onu işlədir yəni. Gördüm mən. Ayaqqabı geyinəndə qırqatlanır. Gördüm, ikinci artıq cəzələri işləmir. Onun qısmını pəncə altında işləmək lazımdır. Bax, ayaqları, barmaqları bükən əzələr arxa baldı nahiyədədir. Buradan bağlanan yeri buradadır. Qısmən bax, bu hissəni işlətmək lazım. Onu hər zaman da işləyir. Masaja gəlmişsən. Masaja gəlmişsiniz. Bax, onu refleksoloji masaj keçmişik də bunlara bilsən. Masaj keçmişik. Masaj. Yəni, bax, uşaqlarımız pəncəsini bükę bilmirsə, bükmək bilmirsə, bükücü əzələr arxa baldırın arxa hissəsindədir və dərin əzələrdir. Daha dərin təmaslarla və birləşir burada, yəni pəncənin altına. O nahiyə ilə işləyir.
Masajdan bəzi vaxtları niyə çox vaxt nəticə almırlar? Ona görə ki, əslində masajla həqiqətən düzgün əzələ qurulana işləsən, çox gözəl bir müalicə üsuludur. Niyə alınmır? Çünki əzələlər bilmirlər, hansı əzələr harada yerləşir, harada dərinliyi, modulyasiyası necə eləmək lazımdır. Sadəcə həyat tütürlər, bir şey yoxdur. Masajçı birinci uşağı diaqnostik eləməlidir. Hansı əzələ qruplarından işləyəcəm? Masaj edirsən, bax, məsələn, indi bəxləsdən qabaq müayinə sağlam uşaqdır, o X-vari ayağı var sadəcə, belə çox ortopedik qüsuru yoxdur. Baxırsan ki, omurğanı düzləşdirən əzələlər gönülgündür, yəni 4 yaşlı uşaq konturları görsənir. Baxırsan ki, amma anamnezdan soruşuram ki, uşağın indi nə qədər keçir, ensiklaziyası yoxdur. Müayinə edirəm, əyri boyunluq olmuyor, o əyri boyunluq olmuyor. Oca gedirlər qapıdan da, oca çıxırlar, deyir ki, deyirəm, yox, fikirləşirəm ki, axı bu uşağın burada mən görürəm ki, bu skladka var da, ki, o uşaq uzun müddət boyunu əyri saxlayıbdır deyə. Orada, yəni, baxanda mütəxəssis bilməlidir ki, uşaqda nə var da ki, ondan sonra təyinatını ona görə verir. Deyir, sonra atası deyir ki, hə, düz deyirsə, o başı boyunu əyri saxlayırdı. Valideynlə çox danışdırsın gərək həkim. Yəni, kartını yazdım, get kassaya da ödənişini elə get, belə şey yoxdur. Yəni, uşağı gərək həqiqətən yaxşı müayinə eləsən. Bir müayinə 20 dəqiqə vaxt ayrılır da, 20 dəqiqəyə sən bir də valideynlərin bizə verəcəyi cavab çox önemlidir. Birləşirsən ki, 100 dəfə soruşursan, yəni də, yox, çıxır uca gedir, deyir, hə, o vəbşi təyəri saxlayırdı uşaq istəyən boyunu. Hamı deyir ki, onun boyunu əyri qalacaq. Bax, o da ortopedik rejimi düzgün təminlənirdi. Elə uşaqlarda boyunu əyri saxlayır. Çox vaxtı var, məncə rejim deyəndə ancaq ayaq üstündə durmağı nəzərə alırlar. Yox, o deyil. Ortopedik rejim uşağın duruşu, boynunun duruşu hətta. Sizin uşaqlara, ona gəlirəm, ayaqdan qalxıram, başa boyuna qədər danışacağım. Ortopedik rejimimiz nədir? Təyin olunan həkim tərəfindən, bax, sizin dediyiniz soçada, mənim icazəm yoxdur, deyəm ki, o həkim səhv deyildir, düzdəməyibdir də, yəni, yox, aşı lazımdır. Çünki mən sizin uşağınızın xəstəlik tarixini bilmirəm, xəstəliyin gedişatı necə oldu bilmirəm, onun müalicə həkimi deyiləm, əməliyyat edən həkimi deyiləm, o gedişatı bilir, o baxır hər şey. Yəni, ümumiyyətlə, Azərbaycanda ortopedik əməliyyatlar çox uğurlu və çox gözəl əməliyyatlar var. Düzdürmü? Yaxşı, həqiqətən yaxşı inkişaf olunubdur. Heç də onu müdaxilə etmək, müzakirə etmək də dəyməz. Biz işləri düzgün bilirlər. Və hər şey individualdır. Mən sizə izah elə bilməyəm o açına. Çünki mən sizin qızı tanıyıram, görmüşəm. Məsəl üçün, digər burada hansısa bir görmədiyim bir uşaqdan da sual verirlər, mən cavab verə bilmədim. Çünki mən uşağı görməmişəm. Uşağı görməsən, mümkün deyil qızlar. Uşağı görmək lazımdır. Qaldı ki, bu uşaqlar ki, baxın, çarpaz yeyirlər, ayaqlarını belə, götürürlər uşağı o şəkildə gəzdirirlər. Bu uşaq mütləq şəkildə bu çanaq oynağının əməliyyatı olacaq bu uşaq. Gələcəkdə onu görsədir də, yəni. Bu uşaq çarpaz zaten bunun yürüyüşü yoxdur. Yürüyüş biomexanikası yoxdur bu uşaqda, pozulur. Yürüyüş biomexanikası nədir? Uşaq durur ayaq üstündə, gəzməyə başlayır. Birinci özünü təyin edirlər, dəngəsini tanzimdir. Həmən qaldıran ki, uşağı heç vaxt gəzdirilmir. Qaldırdınız, durdu ayaq üstə. Bir dursun, bir dəngesini tənzimləsin. Hətta çəliklə mi gəzir uşaq, hətta balkerlə mi gəzir, fərqi yoxdur. Birinci mütləq saxlayın, bir uşaq bir dəngesini tanazlasın. Ondan sonra başlasın addımlamağa. Yaxşı, bu uşaq başladı addımlamağa. Bu uşaq necə gəzməlidir? Bir bükülməlidir. Növbəli, əzəl qrupları növbə-növbə yığılmalıdır və hərəkət icra olmalıdır. Amma bu uşaq necə gəzir? Ayaqını çarpazlaşdırır bir-birinə, gəz, heç nə olmaz, öyrəşsin, başlayır, çarpazlaşdırır. Bu çanaq oynağı sürtülür orada. Artımızdır, gələcəkdə onun bu çanaq oynağını endoprotezinlə üzləşəcək həmin uşaq. Ki, ondan sonra da ümumiyyətlə, əməliyyatdan sonra da gəzmirlər, qorxurlar, gəzməyə ağırlar, kullanılmır. Əzələ daha da unudur işini və tamamilə uşaq olur kolyaskada. Əvvəl gəzir, didi gəzmir. Hamısı nəyin günahıdır? Əvvəl gəzir, didi gəzmir uşaqlar miopatiyalardan, genetik irsi əzələ xəstəlikləri xaric. Onlar elə deyil, onlar get-gedib pisləşirlər də. Bu ifrit uşaqlar ki, hansı ki əzələ hərəkət məhdudiyyətliyi olan uşaqlar ki, olanlar, fiziki məhdudiyyətli, hansı ki əvvəl gəzir, didi gəzmir, hamısında 80% valideynlərin günahı var. 80%. Mən başa düşürəm və siz yorulursunuz illərlə, nə qədər xəstəxanalara, reabilitasiyalara gitmək olar, nə qədər həkim dəyişmək olar. Gücünüz çatmır, fiziki, mən hər şeyi bilirəm. Bəli, mən ona... Özü də düşür. Qorxuyor.
Bizler bana cipsle gezilmez. Gipsla dedilər Dedilər ayağını ki- gipsla, əməliyyat vaxtı dedi ki, gipsla Gez. gez. Qorxudan gezmədi. Yığıldı Biz vətən. yığıldı. Vətən yığıldı. Mama fabrikası gelip bir gün Aşağı. ameliyattan sonra ben bakımda yazdı. Açıldı. Vətənə ne kadar açtı. Açtı. Hə, nəzir, məsələn, Ne kadar bu açtı. Xeyirlə o açtı, o yığıldı. O açtı, o yığıldı. Her akşam yanında kalan akşam yazdık ancak açıldı. Bir yer vətənə açtı. İndi nəzir, kaş ki gəzəydin, düzdür? Kaş ki gəzəydin. Ben korktum. İndi də gedir. Ayağını yerə qoymaq istəyirdim. Dizlərini qaldırırdı. Ayağını yerə qoyurdu da. Hə, amma kaş ki Qırılacaq, gəzəydin. ayağı qırılacaq. Əməliyyat yerin qırılacaq. Bax, gəzmədi, ikincili problem yarandı, problem nə idi? Vətən qısaldı, oha açırdı, o yığılırdı, oha açırdı, oha yığılırdı. Məsələsi gəldi, çıxdı. Əgər nəzirində 20% daha yaxşı gəzəcəkdisə, əməliyyat 2-3-13 il olmuşdu ki, heç vaxt gəzmə potensialı olan, olmayanlar əməliyyat eləmirlər o travmatologlar. Əgər uşağın gəzmə potensialı varsa, o zaman əməliyyat eləyirlər ki, gəzsin, dəstək olurlar. Nəzirində gəzmədi, burada da ana da yoruldu, bezdirdi ananı, özü də qorxudan, amma gördüm ki, heç bir nəticə almadı. Belə də dolundan üç baxardım. Belə tuturam, aparım. Balıq yerindən, bir evin içində yıxıldığınla, krabla, belə Mən yol kərəmənəm. Sən okeysən də, özünün bir iradəsi olmalıdır. Mən onu heç elə təsəvvür eləmirəm. Mən bilirəm ki, onun gücü çatır gəzmir. Hər şeyi Bundan sonra eləyəcək. İnşallah. Söz alın ağzına, söz verin. Nəzir, sən də bundan sonra özün gəzəcəksən. Fizik rejimi nədir bunun? Tutor var, twister var, twisterlar. Bu da fırlayıb, fiksasiya eləməlisən, bu çanaq oynaq yerində olsun ki, bu uşaq gəzəndə ən azından artıq bu sürtünmələr getməsin orada. Sonra bu uşaqlarda gəldim, karset məsələsinə gəldikdə oturanda, sonra boyunu saxlaya bilmir də, başa düşdüyünü saxlaya bilmir də bu uşaq boyunu. Mütləq şəkildə bu varatnik qışan sistemi, yoxdur bunda imkan. Əgər onlar... O kömək eləyir, boyunu yaxşı. Yəni, istər-istəməz o boyunu əyə bilmirsən. Çünki taxılır və... Bir var ki, kategoriya uşaqlar var ki, o boyunları satır. Kategoriya uşaqlar var ki, telefondan... Telefona görə, normal telefona. Kategoriya uşaqlar da var ki, telefondan əyiliblər. O şəhələ doğulur. Biz onlar belə tuta bilmirlər, məcbur qoyurlar belə bunlar. Kalış deyə hiç belə. Tuta bilmirlər axı belə. Amma aramızda Əyilib. Rahmet öz başını belə saxlayırlar. Acıyla başını qaldırıb. Normal telefonla. Ramizə tep kömək eləyəcəkdir. Boynuna vurur. Tep kömək eləyəcək. Vururam qalmıyor. Teybi vururam. Təmizləmişəm. Təmizlədim. Onda tərliyi bir deyirsən. Teybi kanında spirtdə, o yağ olsunda yazılır. Elə ondan təsdiqdə onu bilmirsək. O boyun nə qədər önəmlidir, əyri saxlamaklar. Eşidirsən mən Nəzrin? Rami, sən də eşidirsən? Hə, Ramiziniz nasıl deyil də. Baxın, ayrıca bu boynunu əyri saxladı da, bu uşaq düzdür mü saxlayır? O qədər işləri biz nə üçün görürük də bu uşaqlar əzələri bərkisin falan filan. Hamısı beyni çalışdıraq ki, beyin ona cavab verəcək. Amma beyin, uşaq boyunu saxlayıb əyri şəkildə, bu şəkildə boyunu əyri saxlayır. Bu uşağın beyinə gedən damar, boynu gedən, buradan gedir də, yuxarı arteriyasıdır, onurğa arteriyasıdır. Əslində əyri boyunluq uşaqlara çox daha da müalicələrin çoxları gedir. Və onurğa arteriyasını görürsünüz, gəlir birbaşa başı qidalandırır beyni. Yuxarı arteriyası qulağın önündən gəlir,
O da qalxan halıqda ürəkdən, o da beyni qidalandırır. Uşaq bu şəkildə tutur boynunu. Burada bir blok yaranır, sıxılma yaranır. Artıq qan axışı ləngiməyə başlayır artıq. Ona görə də ümumiyyətlə o sizdə həmin fiziki məhdudiyyətli olan uşaqlarınıza masaja aparanda mütləq ona çox fikir verin ki, görün ki, boyun kürək nahiyəsi nə dərəcədə işləyirlər. Bizim bütün tədbirlərimiz yaxalıq zonada ona görədir ki, beyni qidalandıraq. Bizə lazımdır ki, bütün tədbirlər nə üçündür? Beyin ayılsın, beyin oyansın, beyin neyronlar aktivləşsin. O da ancaq qan dövran yaşı olmayandan sonra sən nə istəyirsən elə o aktivləşməyəcək. Ona görə də beyin qan dövran yaşlaşdırmaq üçün boyun yaxalıq zonasını çox işləməlidirlər ki, mən əzələ qruplarından indi kim nə edəcək, professional necə işləyəcək, o artıq bizim ikinci qoyduğumuz sualdır. Ən azından boyun yaxalıq zonada çox işlənməlidirlər. Sonra, ortopedik rejim uşaqlarımızı boyuna əyri saxlayır və ən azından götürüb onlara, mənim bir valideynim var idi, pambıq belə marleni götürmüşdü, marleni. Pambağı doldurmuşdu içinə, qəşəng. Onu belə bükmüşdü, belə düymək kimi. Elə gözəl eləmişdim, siz bəzi belə naxışlı gözəl parçadan falan bir şey deyin, qızlarınızda da indi. Ki, onunla saxlayır. Heç olmasa, bax, masajdan sonra bir 4 saat, gün ərzində bir 4 saat saxlamaq lazımdır. Ki, o əyməyəcək. İstər-istəmək artıq o şəkildə beyin həm qoymuruq əyilsin, düz çalışır. Bir də ki, beyin necə durursa, baş, artıq beynin yaddaşında qalır o duruş. O duruş beynin yaddaşında qalır. Kimə nətər rahatdır. Bax, məsələn, biz yatanda, yuxulu-yuxulu biz özümüzü müəyyənləşdirmirik ki, belə duraq, elə duraq. Özümüzü nasıl olmayaraq da, beyin ona necə rahatdır, elə durur, elə durur. Kimi əlini qatlayır, kimi nətər yatırsan da, sən yuxulusan, özünə xəbərin yoxdur axı. Sən də yuxulu olanda necə yatacaqsan, heç vaxt adında qalarmı ki, ayılanda yadında saxlaya bilərsənmi ki, mən necə hansı pozada yatmışdım, yox. Yəni, unudursan ki, beyin səndə idarədir. Bəzi insanlara Allah. Əslində o zərərdir, o pastalar, sallanır, onurğaya zərərdir. Mənə ən çox maraqlı odur ki, Nəzrin çox diqqətlə qulaq asır. Nəzrin tək oraya yox, Nəzrin hamısına qulaq asır. Yazır, mikrofon Və bizə gözəl fikirlər verir. Bax, gördünüzmü? Özünün hekayəsini danışdı ki, o ayağını basmadı, sonra nə qədər xanım, mamasının padruqası ondan işlədi, bir sürabını açılmadı, onun hekayəsi. Amma halbuki, anası əməliyyat onun üçün eləmişdi ki, Nəzrin gəzsin. Nəzrin gəzməyəcəksə əməliyyat niyə olursun ki? Niyə o 8000 pul niyə xərclərsin ki? Uşaq gəzməyəcəksə əgər, o zaman bu travmalar niyə yaşansın ki, həm fiziki, həm mənəvi, özünə və valideynlər. Yəni, hamısı nə üçündür? Gəzsin deyə bu uşaq, şaşdır. Gəzməlisən deyə. Təşəkkürlərim. Evə gəlib, nətə ölü kimi yazmışım. Zəncim qapqarı. Aqqara yox, ağaqqa. Qapqarı. Kağız deyim. Gecə də özə işə də düşmüş. Lap belə pis düşmüşəm. Deyirəm bana, bana niyə qapqarı? Deyir, bu nədir? Deyir, mən meyit kimi uzatmışım. Rəngim ağaqlarımızdır, prosto uzanında ağsamışım. Bax, yenə deyim sizə ki, heç bir həkim, travmatolog uşağın gəzmə şansı olmayan onu heç əməliyyata götürmür. Mən pəncə əməliyyatından danışıram, amma pəncə əməliyyatından... Nəzrin əzələləri zadı bərkdir, duruşu var. Axı, uşağından işlənib onun üçün də, indi gücün çatır. Yəni, heç bir... Nəzrinin əzələləri yaxşıdır, sadəcə özü təmbəlidir. Özü təmbəli qorxu qoymur, yıxılacaq qorxusu bunu qoymur. Amma belə Nəzrin uşaqlıqdan çox işləmişəm deyə əzələləri, duruşu zadı yerindədir, əyriliyi yoxdur, belə... Yox, hamısı. Əslində, ayaqları kökdür, yaxşıdır. Amma indiki böyüyü, o böyüyü mən qocalmışam ki, mənim gücü çatır. Ona görə. Yoxsa mən onun uşaqlığından Aynur xanım özü də bilir də, mən çox işləmişəm. Yox, maşallah, diqqətli. Sonra bax, qızlar, udma problemi olur uşaqlarınızda. O udma problemləri götürün özünüz belə, yəni götürürsünüz və yavaş-yavaş burada tutun, balaca vaxtından hər bax, qıcıqlandırın bu hissədə. Boyun yaxalıq zonanın masajını eləyin. Yadından çıxır biz belə, ağızdan çıxdı. Belə yadına salır, belə deyəndə. Bunların özü hamısını çeynəmə problemi çox az çeynirlər. Hələ o tepi fırlayıb udurlar. 46 çeynir. Bizdə heç səhvə çatması Çünki çeynəmə əzəlləri zəif. Bax ki, bu uşaqların bəlkə 70%-i bizim analar biz öz aramızda danışırıq da. Elə 40 kimi ora fırladılar, bura elə bütöv. Bəzən belə cığlı belə quru
çiğnəmədə unudurlar. Turmuşqalar verin, su içsinlər də artikulyar məşqlərdən biridir bu işin. Çox istifadə edirlər. Buralar deyil, həm dildə, həm də ümumiyyətlə sözlə istifadə edəndə. Çox çeynəyirlər, bunlar indi nəzərindən deyirəm, sevinçqa, qoz, badam, bunlar ağzına gəldi, dəyişət çox çeynəyirlər. Amma yeməyə gəldi, ət gəldi, nə bilim nə gəldi, o tez bu balacadır deyə dişində qalır, atışdıra bilmirlər. Saqqız verir belə yekə. Bir neçə saqqızı var. Necə olur? Yemək verir, düyü verirəm, məsələn, cümleçkə verirəm, çeynəyir, amma udana yaxın başlayır qıcıqlanır, boğulur, öskürür. Onu suyla verir. Qatığına. Mən qatığına. Və sizin uşaqda çox ağırlı uşaqdır. Onun çox yaxşı işləmək var. Belə kompleksli yaxşı işləmək var. Çünki sizin uşaq çox ağırlı uşaqdır. Mən halda sizin uşağı gördüm, nəsə belə yüzündə zatda çəkilmişdi. Bir sosial şəbəkədə, bilməm, yüzünə nəsə yedirdi, bir şey yedirdi. Bizim uşaq deyilər. Ay, mən tanıyıram axı bu uşağı. Çünki bəzi uşaqlar da mənim yaddaşımda qalır, deyirəm ki, yaş ki, bundan belə yaxşı işləyib də buna ayağı qaldıra bilərsən, kimi bir şeyim olur həmişə ki. Əslində mən Arjantura vaxtında Zahqatlarına danışmışdım, uşaqlarla əlaqə bir elmi iş yazmaq istəyirdim. Sonra nəsə vaz keçdim. Biraz çox ağırdır da, onun nə tərdir? Çox maliyyə tələb edir, elmiş birisi, yəni özünün pul qoymalısan. Bunlarda ki, belə problemlər olan uşaqlarda bir yerə aparmırlar, bir-iki yerə aparsa dəyişirlər, sanki burada yaxşı olmalı. Əslində, haqlı olan tərəfləri də var da. Bu dəfə olmadı, yox, bu səhkimə gedəcək. Belə vaxtlarını çox pis uzadıb, boş-boşuna vaxt çox geçir. Güvənsizliyi, bu yaxşı işləməli obusinə, o deyir, orada yaxşısını tapmışam ora. Yəni, sənə 1, 2, 3 təkrar gəl, amma elmiş götürəndə gələ ona illərlə sən məşğul olasan. O zaman o da gəlməyəcəksən, sən gələ özünü maliyyələşdirəsən ki, bu sənin axı elmişindir. Ona görə görünür, çox ağır bir prosesdir deyə. Nəsə heç şey eləmədim, heç başlamadım da, proqramı zaten yazmışdım. Kimi deyək, istəyirdə kimi bəzi, bir-bir, bəli. Hamı elədir də, kim harada nə uyğun harada. Məsələn, kiminsə uşağına yaxşı olursa, təbii ki, o yaxşı yer düzəldir, gedəcəksən, rekomendasiya da verəcəksən də. Amma elə uşaqlar var ki, onları görəndə deyirsən ki, keşke bundan yaxşı işlənsəydi də, ondan yaxşı nəticə almaq olardı dediyin var, yəni, elə uşaqlar arada görürəm də. Amma valideyn başqa eləməzsən ki, kimə hara olduğunu, nə olduğunu onu edir. Amma biraz da bu dövlətdə olan reabilitasiya mərkəzlərini də qınamaq lazım deyil də. Orada hər iş, bütün işlər vahidlə görünür. Vaxtla, saatla. Yəni 20 dəqiqə, çünki bir sürü uşaq var da. Orada, bax, ona görə bu layihələr nə qədər yaxşıdır. Özünüz evdə davam edəcəksiniz. Çox təəssüf ki də etmirlər. O masaj kurs dərsinə neçə nəfər gəlmişdi, heç ondan neçəsi işləyir. 18 nəfər. Yəni, heç bəlkə 3 işləyir, işləmir masajını, yenə də aparırlar ora-bura. Halbuki, inanın, o mənə öyrətdiyi masajın heç 1/3-ni etmirlər, o getdilər mərkəzlərə. Xəyalən yaxşı işləyir. Eləmirlər, araşdırıram, soruşuram, maraqlanıram, içindən yoxdur. Aparırlar yenə də harasa, amma bu layihələr üçün yox. Siz evinizdə eləyin də. Siz masaj kursuna gəlirdiniz bizə, orada olanda bizim. Deyiləm də, 3-4 nəfər dışında, yəni, belə. Baxın, bu masajlar, bu fiziki məhdəliyyətli olan uşaqlarda masaja diqqət olunan şeylər, apardığımız mərkəzlərdə bir ona fikir verir də. Əgər baxın ki, doğrudan da bunları heç doğrudan profesional mütəxəssisdir. Oynaq ətrafı çox işlənməlidir onlara. Niyə? Çünki bax, bu yaxınlarda hərəkət ayaq sisteminin anatomisi, fiziologiya seminara gəldim. 80 nəfərlik yer yedik zalda, yəni mütəxəssislər gəlmişdi, mən sizə onu da bölüşüm sizə. Deməli, 80 nəfərlik yer idi. 85-ə, yəni 80-ə stop qoyduq, fizioterapi demək, qapının ağzına necə baxmaq istəyirəm. 85 nəfər gəlmişdi, düşünün. Və onların hansı mütəxəssislərlə, masaj və reabilitasiya məşğul olanlarla. Biz o elanı görəndə anladıq ki, belə bir şey var imiş ki,
biz bundan heç xəbərimiz yoxdur, gedək görə maraqlı olar. Yəni, mütəxəssislərin çoxusu bizim tələbələr dışında, yəni gələnlərin 50 nəfər mən tələbəm idi, 30 neçə nəfər başqa dərs yerlərdə təhsil alırlar. Gəncədən, Sumqayıtdan, Qusardan gəlmişdir, 35 nəfər periferiyadan gəlmişdir Bakısı. Onların çoxusu mütəxəssislərin kimə nə öyrədirlərsə onu öyrənirlər də, düzdürmü? Biz də sizin öyrətmək üçün gəlmişik də, toplaşmışıq. Ki onlar deyir, o qədər hərəkət dayaq sistemi önəmliymiş deyə, biz nə qədər geri odzivlar oldu, buraxmaq bilmirlər, 4 saat buraxmaq bilmədilər də, yəni ki, o gəlir soruşur, hər öz uşağın problemi falan. Məsələn, uşaq gəldi ki, bəlkə orada mütəxəssislər də çoxsa, amma mütəxəssisin də uşağın problemləri olanlar var da arada. Və orada oynaqdan danışdıq və xüsusi danışmaq lazım ki, sizin o uşaqlarınızın da hərəkət dayağı təmin edən əzələ sistemidir. Okey, əzələ qruplarıdır, amma oynaq sisteminiz işləməzsə, bu əzələ yığıb, nəyi yığıb, büküb açmalıdır da, hərəkət icra olması üçün bu əzələ işləyir. Oynaqlar necə hərəkət edir? Əzəllərin yığıb açılması hesabına, düzdür. Amma bu oynaq, masaj eləyəndə, inanın, baxırsan da, oynağa vahşi fikir verən yox. Bu çanaq oynağı, tozlarısı, aşağı, tutaq ki, ayaq bilək oynağı. Burada ayrıca işlənmək lazımdır. Dur, dayandım. 2 dəqiqə pəncənin üstündə işlədimsə, 4 dəqiqə mən oynaq ətrafında işləməliyəm. Ona görə ki, məsələn, pəncədə tutaq ki, əzələ qruplarına işləyən, əzələnin tonusunu normallaşdırmaq üçün işləyirəm. Amma oynağı isə mən onu qidalandırması üçün işləyirəm. Ki, o oynaq qidalanmasa, sənin uşağın oynağı qidalanmayacaqsa, elastikliyi olmayacaq. Elastikli olmayacaqsa, o hərəkət edən əzələni imkan verəcək işləməyə. Ona görə oynaqlara xüsusi diqqət edin ki, necə işləyirlər onu. Oynaq ətrafı mütləq masaj olunan dövrən yaşlaşmalıdır. Ki, o bağların elastikliyi, o elastikliyin qorunması üçün sürətli olaraq qan axışını sürətləndirmək lazımdır. Bu oynaqlar elastikliyi bağların isə sənin əzələrini normatonus'a gətir, o yığıla bilməyəcək. Əzələ normatonus'a gəldi deyək ki, tonus yaxşılaşdı. Əzələ yığmaq istəyir axı bu oyuna. Yığılmır çünki oynağın artıq öz funksiyasını itiribdir. Orada qidalama zərfi. Niyə? Çünki düzgün işləyən, masaj olanda sadəcə əzələ oynağın nədir işləsinlər? Oynaq ətrafında mütləq şəkildə sadəcə əzmək. Yüngül. Masaj, niyə yüngül? Masaj sözünün mənası nədir? Sıxmaq, əzmək, təzyiq etmək. Et də, təzyiq et. Hə, götür. Aynur xanım, mən ayağımda, sağ ayağımda, məsəl üçün mən bir 30 metr gedeyim, ondan sonra başlayır, ayağımı basa bilmirəm ağrıdan, topuqdan, bu qədər ağrıdan. Ayaq taban, Daban yox, topuq hissəsi. Topuq hissəsi. Bu həlbəki ayaqdan sapanla, bura bitişə falan havası. Yox, heç olmayıb, axır vaxtlar əməl edirəm. Ki, biraz gezdim, bir 30 metr gedəndən sonra başlayıram uşaq axsamağa. Ağrıdan gəzərik. Hə, ağrıdan. Travmatoloq baxdığınız yox, getməyəcəm də, elə söhbət ondan gedir ki, yox, travmatoloqa gedin. Əgər orada sümük... Orada teplə bağlaya bilərəm ki, biraz podдержка olsun. Sizə mən pəncədə fiksasiya eləmişdim. Gəzin, onu vurun, gəzin. Amma travmatoloqa gedin, proses dərinləşməsin. Rentgen eləməliyim, bilirəm. Gedin o proses dərinləşməsin deyə, baxın nədəndir. Onu tep görsən podдержка verər biraz. Niyə görmür? Siz edin də, edin, bir görün. Edin, bir o teypi edin, görün. İndi mən onun üçün teypi daban yox, gələn dəfə gətirərsiniz, teypi göstərərəm sizə. Kardeş, bu qolunu atın yığılmamaq olmasın. Spastikadır, kelimin travmasıdır da. Yenə də oynağın ətrafı mütləq şəkildə masaj olunmalıdır. Çünki bura nə qədər əzələr birləşir. Oynaq bağlar, çiyin oynaq, bütün oynaqlara. Yəni, Kim deyər, ortopedik rejim nə oldu? Ortopedik rejim nə oldu? Birinci oturma. Düzgün ayaqqabılar, içliklər, həkimlərin nə deyiblər, hansını eləmək, daha aldıq, evdə qaldıq, yox. Duruş qaydasını düzgün boyunu, bir var özün duruş korreksiyası edirsən, özün. Bir də var ki, onu biz dəstəklə, artıq ortopedik xidmətlərlə, yəni boyun korsetindən tuturdu, ayaqqabılardır, twisterlərdir. Və yaxud da düzgün uşağın boyuna pambıq eləmə, pambıqla elədi. O pambığı bir tərəfinə doldur, yoxsa bütün yox, yox, belə bir dənə, belə bir şey var. Mən göstərdirəm. Sizə göstərdirəm. Belə şeylər də onlar görüm bir yerinə doldur, yox, yox, göstərdirəm. Başını hər yerinə. Göstərdirəm. Baxın.
Bu pambıq belə marli belə uzun götürüb bu neçə metrlik, çox neçə metrlik olur da marli. Lap dəsmal da olar da. Yox, marli. Hava metrləri, 3 metrə, hər metrə. Pambığı belə elədi, doldurdu. Bəs daha əyri hissəsində. Samolyotun da gedəndə boyunluq geydi, ona heç bir şey O olur. çox qalın. Qalındır. Boyun ölçüsündə burada qalın. Bəs daha əyri hissəyə biraz daha çox dolğu versək ki, belə qalsın. Yəni bir tərəfi qalın. Bu şəkildə mən sizə deyirsiniz. Varik elədi. Buradan da bağladı, pambıq qaçmasın. Buradan da bağladı, buradan varik. Belə elədi. Buradan da götürürdü, bağlayır, hər uşağın özünün boyunu razı elə kimi pambığı elə doldurur da. Buradan da bağladı, həm yumuşaq, həm də daha komfortlu. Həm də cuna tərlətmir də, biri var idi, o xüsusi bir şeylər olur, tərlədir, cuna elədir ki, hava da keçirdir. Çox qəşəngdir, heç mənim bu şey alma da gəlməzdir. Hava keçirdir. Götürüb parç. O da rahat da yumağı da rahat idi. Kəşləmişdi, dəyişirdi, əlinlə yuyurdu, atırdı belə. Onun içine kar şey de koyuyorlar. Kubka koymaq olar, kubka içine. Karton bağlı, Qalır, sıx blokla pambığı doldursan, qalır, mümkün qalır. tərləmişdə yarım. Yəni blokla pambığı möhkəm sıx dolduranda qalır qızlar. Elə. Sonra, o tutularınızı alayıb atmışsınız, nə deyiblər, məzin, sən də durub gəzirsən, bala. Yəni, durub gəz, durub gəz. Yəni, hərəkət elə, gəz. Kimin hansı sualları var? Sualı olan var. Tip elimdən nazır bir tərəf. Şöhrətini tamam. O uşaqla işte reabilitasiya şeyinə gələrsən. O idmanı sizə kimi öyrədir vəbşi, təlimi hardan almışsınız? Təlimi mən uşağa aparıb gətirdikdə, ona vaxt gəlir, orada. O uşağın boyun əzəllərini işləmək lazım. Bu əslində elə bir ki, bunun müəllim gəlməmişdi, həmən dərsdə götürdüm, mən götürdüm, onunla da işləmək deyil, Müəllimimiz var, doktor müalicə. Sadəcə onun boş dərsi, uşağın boş dərsi olmasını mənə verdilər. Yaxşı gəlsin, Əslində uşaq gəzməsi uşaq olur, gəzməsi polisasında. Bunu həmən oldu, yoldaşımız ayağa qalırlar. Sadəcə uşaq gedər, polis saxlaya bilməm, amma maşallah çox ağırlı uşaqlar. Əzəlləri zəifdir. Gəzməkdə zət o qədər bir şeydir ki, qorxusuna ayağın da belə şeylə mənə tapşır çəkir, narkotika vermək, sümük qırılıb, ətdən sıxa bilər də, ehtiyat edirəm ona. Amma bu da ləzzət edir, uşaqla işləmək, şeyləmək. Bunun boyu məncə ona başını görməmək yatırır, onun Onun ən çox məşqlərində olmalıdır. Bir sənin boyu, boynu qalxılır, toxtaqdır, bu şəkildə. toplu üzərində işləyirəm mən. Bir sənin boyu qalxılmalıdır. Hələ vaxtımız var. 20 dəqiqə. Mən Sonra kurslarımız olmuş. Diyecektim bayaklar, biraz tez çıkacağım. Daha doğrusu biraz da geciktim. Mevzu çok merak oldu. Geçmək istəyirsən. Asnaf etmekte ben gözlüğümde. Güzel soru oldu. Çoktan da az yaşında o kendi şeyi vermeli yani. Sualı olanlar. Sen böyle sizin Ayağınızı göstərmək üçün bu ayaq hissəsi. Başlayıb belə Əzələ zəiflik, kremlər başlayır. yəni o sonra zəngli. Öyle olan ki, tamam sakitləşdirin, oturun, özünə gəlsin, sonra yenə. Siz də oğlan idi. Məncə gördüm sizi, mən gördüm. Qızına qaçdırdım, siz də qız idi. Sizin oğlan gəlmişdi. Gəlmişdi. Nurani gelmişti. Teyit eləmişdi. Teyit elədi. Hündür maşallah laydı var uşaq var idi. Ramizə avtobusda fiyatları 17. Oturan kimi? Napajyon olanda da telefona baxıb nəsə göstərmək istəyirəm. Jeniya verir. Əliylə tutub dizini. Özünü. Hə, dizini tutub diyalır. Öz-özünü. Amma bu Yerlərdə təhsil edir. Bir də ki, Aynur xanım, sevgili bir tərəfdə, siz orada bir dənə sizə idman verirsiniz. Mən onu duydum, bir tərəfini bir dənə aşağı yuxarı.
bu hissə elə bir kimdə şey Bel əzələsi və qalça əzələsi gərginliyi götürmək üçün. Onun mən məsəl üçün 10 gün 15 gün, 15 gün. Bu şeylərə nə tərifli cəmaat gedirlər, bir də fasilə gedirlər, yox, istəyən də gedirlər. Bir də bax belənsə tutur, oturur. Amma düzgün oturursunlar da, yəni diz bükülür, Diz bükülür. Əsas sizdən onu da öyrəndik ki, yəni düzgün eləmək. Vacib yetki test ediləmək. Aslı eləmək yaxşı. 3-4 hərəkət eləsin, amma düz eləsin. Adicə məsələ, jurtlarla işləyirsiniz, onu belə fikir verin, bucaq, necə düzgün, hansı bucaqla işləyir. Onu bilirəm. Bir də ki, onun əldə taxta verirəm, bax beləncə divarda durur, deyirəm əlləri qaldır divar tərəfə. Onu aşağı sal, yuxarı şeklində. Yəni bu qaməti düz tutmaqdan ötürü. Bax onu verirəm. Qaməti düz tutmaqdan ötürü ayaqsa saxlayın, başlarınızda belə kitabsa bir şey qoyun, belə qalsın. Yox, onu salır. Yox, dursun sadəcə. Divara sürükürsən, dursun bu şəkildə. Amma əlində axlovu verirəm, bax belənçini, divar bax belənçini. Sən mənim Bu sırf topuq üçün, hep ümumi ayak altı. Yox, 50% dartır, topuq çox yüngül də yox. Paltarla verirəm. Yəni bu pəncə əyriliyi olanlara fayda verərmi? Biz onu sizə görsəkdik pəncərəliyinə. Mən olmamışım da. Valmis dərsini Ayaqda şiş olarsa olmaz. YouTube'dan bax. Amina'nın ayağında valmis Necə olmaz. biraz gəzəndən sonra bu ayağın buradan abadur kimi topuqları dəhşət pis bu onun üçün. Siz bunu götürün, sadəcə yürüyüşə çıxmamışdan qabaq. Siz altından özünüz getirin, bu şəkildə ilmək çıxın, görün nə qədər boyanacaq, o çok, niyə? Topuğunuza düşən gücü tek 50% özünü alacaq, özünə götürəcək. Bəs parmaqlara, ayak parmaqlara, yoksa onda hara? Parmaqlar göstərmişdir. Parmaqlar göstərmişdir. Altından Ayrısı var ki, mən götürmüşəm, videolarınıza baxın. Başka kimin ne problemi var? Problemi olanlar, sağlı olanlar, problemi olanlar.